Novxanada yerləşən AF Otel Akvaparkın ətrafında mübahisələr davam edir. Bir müddət əvvəl baş vermiş yanğından sonra Fövqəladə Hallar Nazirinin qərarı ilə kompleksin otel hissəsinin fəaliyyəti dayandırılıb. Yalnız akvaparkın işləməsinə icazə verilib. Lakin çəkiliş zamanı otel hissəsində müştərinin qəbulunun davam etdiyini müşahidə etdik. Məsələni araşdırmaq üçün əraziyə yollandıq. Çəkiliş zamanı AF Otel Akvaparkı mühafizə əməkdaşları tərəfindən jurnalist fəaliyyətimizə bu şəkildə maneələr yaradıldı. Eyni zamanda müəssisənin heç bir səlahiyyətli nümayəndəsi önə çıxaraq səsləndirən suallara münasibət bildirmədi. Bu vəziyyət isə ictimaiyyətdə yaranan sual və narahatlıqları daha da artırdı. Diqqət çəkən məqam Novxana sakinlərinin narazılığı oldu. Çəkiliş zamanı sakinlər otel ətrafında yaradılan paklanma səbəbindən gediş-gəlişin çətinləşdiyini və yolun bir hissəsinin zəbt olunduğunu bildirdilər. Əgər Fövqəladə Hallar Nazirinin qərarına baxmayaraq, otel hissəsinin fəaliyyəti davam etdirilirsə, bu məsələ adəti dövlət qurumları tərəfindən hüquqi qiymət verilməsi zəruridir. Məsələ diqqətimizdədir və araşdırmalarımız davam edir.